hal nə bildirir? Ad bildirir. Və ismin başlanğıc forması sayılır. Sual verə bilərsiniz ki, müəllim, adlı halda olan sözlər həmişə isimlərin başlanğıc forması sayılır. Deyirəm ki, xeyr. Niyə müəllim? Bəs adlı halın deyirsiniz, şəkilçisi yoxdur. Bəli, şəkilçisi olmaya da bilər, ancaq mənsubiyyə şəkilçisi qəbul edə bilər, cəm şəkilçisi qəbul edə bilər ki, bunu xəbərli şəkilçisi qəbul edə. Bunlar da nədir? Qrammatik şəkilçilərdir dediyimiz gibi. Məsəl üçün, kitab adlı haldadır, başlanğıc formadır. Heç bir qrammatik şəkilçi yoxdur. Sonra evlən sözü də bağışlayın. Evlən sözü də nədir? Uşaqlar. Yenə adlı halda olan sözdür. Ancaq başlanğıc forması nədir onun? Evdir. Bunlar bilər nə şəkilçisidir? Cəm şəkilçisidir. Başlanğıc forma demişdik ki, nə idi? Qrammatik şəkilçiyə qədər olan hissə və yaxud da qrammatik şəkilçi olmayan hissəsidir. O zaman bir də deyirik, adlı halda olan sözlər həmişə isimlərin başlanğıc forması sayılmır, hesab olunmur. Deməli, adlı halın dedik nəyi yoxdur? Heç bir şəkilçisi yoxdur, başlanğıc forma sayılır. Əsasən və kim, nə, hara suallarından birinə cavab verir. Hansı suala? Kim, nə, hara suallarından birinə cavab verəcəkdir. Bəs